Ölkəmizdə ilk dəfə keçirilən Fikrət Əmirov 1-ci Ümumrespublika Musiqi Festivalı öz işini Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə görkəmli bəstəkar Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunan Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fikrət Əmirovun rolu mövzusunda elmi seminarla başladı. Festivalın təntənəli açılış mərasimi isə Müslüm Maqamayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xəyal Əliyev və Sahil Quliyevin bədii rəhbərliyi altında Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə baş tutdu. Açılışda xalq artisti Şahnaz Haşimova, əməkdar artist Sevinç Sarıyeva, əməkdar mədəniyyət işçisi Mehbarə Cəfərova, solistlər Samir Məmmədov, Zəminə Mustafayeva, Rövşən Məmmədov, Anar Quliyev, Şırxan Cahangirov, Azər Verdiyev Böyük Dayaq kino filmindən Pərişanın mahnısını, Qatar təsnifini, Lay Lay, Dağlar Qızı Reyhan, Yar üçün, Evləri var Xana Xana, Göygöl və Fikrət Əmirovun digər mahnılarını ifa etdilər. Ansamblın nağaralarla rəqsi böyük rəğbətlə qarşılandı. Eyni zamanda festivalın ilk günü Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında xalq çalğı alətləri orkestrinin müşayiəti ilə xalq artisti Sevinç İbrahimova, əməkdar artist Tural Abdullayev, beynəlxalq və respublika müsabiqələri laureatı Mir Növfəl Həsənov, Seymur Sadıqov, solistlər Rüstəm Cəfərov, Fuad Ramazanov Küçələrə su səpmişəm, Evləri var Xana Xana xalq mahnılarını, Baharımsan, Gülərəm Gülsən, Gülüm romanslarını, Aşıq Sayağı, Kör Ərəbi mahnısını ifa etdilər. Qeyd edək ki, martın 4-dən etibarən öz işinə başlayan Fikrət Əmirov 1-ci Ümumrespublika Musiqi Festivalının təntənəli bağlanış mərasimi martın 9-u Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq.